Dayan. Əgər ingilis dilini öyrənsənsə, bu video tam sənin üçündür. Çünki mən qardaşımla elə bir robot tapmışıq ki, ondan vaz keçənməzsən. Çünki bu robot sizin ingiliscə səlis danışmağınızı kömək edir. hamının bildiyi ChatGPT proqramıdır. Amma ChatGPT Azərbaycan dilində səlis danışa bilmədiyi üçün biz burada bir funksiyanı yerinə yetirməliyik. Get+ sözünün yanındakı iki düz xəttə basıb Explore GPT sözünə basırıq və burada ESL təsir sözünü yazdıqdan sonra burada birinci ESL Azərbaycan Speak Files-ı basırıq. Start chat edib və budur. Burada olan qara nöqtəni basıb chatımıza başlayaq. Salam, mənim adım Kübradır. Mənimlə Azərbaycan dilində danış. Kübra, səni görməyə çox şadam. Mənim adım Gregor. Mən sənə ingilis dilində danışmağı və təkmilləşdirməyi öyrətmək üçün buradayam. İlk olaraq səndən qısa bir təqdimat istərdim. Zəhmət olmasa, ingilis dilində özünü təqdim elə. Adın haralısan, nə işlə məşğulsan və ingilis dilini niyə öyrənmək istəyirsən? İstədiyin qədər qısa və ya uzun danışa bilərsən. Hazırsansa səsini yaz və göndər. Məsələn, təhsil, iş. Və budur. Ümidvaram ki, bu proqramı siz sevəcəksiniz. Çünki bu proqram ingilis dili öyrənməyin ən asan yoludur. Sağ olun.